Biz qonaqpərvərlik haqqında danışsaq, İslam tarixi mənbələrə baxsaq, müqəddəs Quran-ı Kərimimiz və hədislər toplumuna baxsaq, İslamın əziz Peyğəmbəri, müqəddəs Quran-ı Kərimdə, Peyğəmbərimizdən öncəki Peyğəmbərlər tarixində qonaqlara böyük ehtiram olunub. Yəni, bir insanın evinə, ailəsinə qonaq gəldikdə onu gözəl qarşılayıblar, onu gözəl davranıblar, gözəl əxlaqla onu yola salıblar. Qurana baxsaq, Quran-ı Kərimdə Zariyat surəsində Allah Mütəal bizə Həzrəti İbrahim əleyhissalamın qonaqlara olan münasibətindən danışır ki, İbrahim əleyhissalam o zaman ki, onun evinə qonaqlar gəldi və o qonaqları gözəl surətdə qarşıladı və onlar üçün buzov kəsdi və onlara gözəl təamlar verdi və onları gözəl bir şəkildə yola saldı. Və qonaqpərvərlik Həzrəti İbrahimdən öncəki tarixlərdə xəbər verir ki, o tarixlərdə də insanlarımız, Peyğəmbərlərimiz gözəl əxlaqi nümunələr sərgiləyib. Və Peyğəmbərimiz, İslamın əziz Peyğəmbəri də ilk öncə Peyğəmbərlik zirvəsini yetişdikdə Peyğəmbər bütün ətrafını, qohumlarını, əzizlərini, yaxınlarını, belə desək, Peyğəmbər evinə dəvət elədi, onları qonaq çağırdı və onlara Allahın neymətlərindən verdi, yedizdirdi və sonra Peyğəmbərlik məqamının yetişdiyini onlara xəbər verdi. Təəssüf ki, Peyğəmbər onlar tərəfindən yaxşı qarşılanmadı və Peyğəmbərin neymətlərini sürəsindən yedilər, Peyğəmbərə dost dedilər sözdə, amma əməldə Peyğəmbərə iman getirmədiklərini biruzə verdilər. Quran-ı Kərimdə Allah Mütəal neçə belə ayələrdə qonaqlıq haqqında və hətta Həzrəti İsa Ruhullahın anası Allahın süfrəsində qonaq olmağı və onun ömrünün sonu dünyadan getməsi və Allahın süfrəsində qonaq olub yeganə bir sözü bütün tarixlərin dastanıdır ki, ömrünün son anında Həzrəti İsa Ruhullahın anası dünyasını dəyişir və cənnətdə ona süfrə açılır və o süfrədə Allahın qonağı olur. Ali bir zirvəyə çatdırılır. Bizim dünyadan gedən şəhidlərimiz də Allah yanında ruzu yeyirlər. Onlar da Allahın qonaqlarıdır və tarixdə Peyğəmbərimizin qonaqpərvərlik haqqında buyurduğu hədislər var ki, deyir, o zaman ki, o insanlar ki, sizə misafir oldular, qonaq oldular, onları yaxşı surətdə qarşılayın, gözəl bir surətdə onlarla davranın və onları gülər üzlə qarşılayın və sevinç halda da yola salın və onları özünüzdən narazı salmayın. Başqa bir Peyğəmbərimizin hədisində var ki, 3 dənə dua qəbul olunur. Birinci dua qəbul olunan məzlumun duası. Peyğəmbərimiz buyurur ki, məzlum adamın duası qəbul olunar. İkinci buyurur Peyğəmbərimiz ki, bir valideyn, ata, evladı üçün elədiyi dua. Bu dua da qəbul olunan duadır və bir dua da qonağın duası ki, qonağın duası da qəbul olunur. Tarixdə var, bir ata öz oğlu ilə uzaq bir səfərə yola düşür. Ata yolda oğluna deyir ki, oğul, nəsə məndə narahatçılıqlar var, amma sən narahat olma ginən. Birdən başıma nəsə hadisə gəlsə, elə o yerdə ki, mən dünyamı dəyişsəm, orada da məni dəfn-kəfn elə ginən. Oğul da çox narahat olur və birdən ata gəlir yolun müxtəlif hissəsində, müəyyən bir hissəsinə çatdıqda dincəlirlər. Oğul görür, ata yatır və narahat eləmir. Bir neçə saatdan sonra baxır, görür ki, ata dünyasını dəyişib. Ata dünyasını dəyişib, çox narahat olur və pərişan olur və atasına demədiyi bir söz ürəyində qalır ki, ata, mən bunları şəriət qaydalarının əksəriyyətini bilmirəm. İndi mən necə eləyim səni, qüsül verim, kəfən eləyim səni, dəfn eləyim. Çox narahat olur və başlayır ağlamağa və heç kimin də olmadığı bir yer, bir köy, bir qəbilə, uzaqdan görür bir dənə çoban heyvanat qabağında oturub. Gəlir ondan xahiş edir ki, biz, mənim atam dünyasını dəyişib, onun dəfnində mənə yardımcı olun, kömək elə. Həmən çoban gəlir, baxır, deyir, siz hansı qəbilədən gəlmişsiniz? Deyir, mən filan qəbilədən gəlmişəm, filan yerdən gəldik, atamla uzaq bir səfərə gedirdik, hadisə belə oldu ki, atam dincələndə dünyasını dəyişdi. Amma atam əvvəldən də elə bil
ürəyində xal, ürəyində bir söz var idi ki, o da söz bu idi ki, onu yolda dedi ki, mən çox narahatam. Və çoban baxır, deyir, mən belə desəm, çox da bilmirəm şəriət qaydalarını, belə desək, qüslün çox qaydalarını bilə bilmirəm və cənazə namazının, dəfn məsələlərini dəqiq bilmirəm. Amma bacardığımı eləyəcəyəm ki, sənə mən bu işdə yardımcı olum. Və sən mənim qonağımsan, sən bizim köyün qonaq gəlmisən, bu yerə gəlmisən və bu yerdə də insanlar var ki, onları da dəvət edərik. Bir neçə dənə insana çoban deyir, gəlir, kömək edirlər və o adamlar da şəriət və cənazə namazının, qüslün hökmlərinin əksəriyyəti bilmirlər. Və bu cürlə bildiyi kimi çoban ona qüsül verir, kəfənləyir və cənazə namazına gəldikdə özü dayanır, ona cənazə namazı qılır. Və sonda bir söz deyir. Deyir, ilahi, bu bizim bugün qonağımız oldu. Amma elə bir qonaq ki, qonaq gəldi, ömrün tamamladı. İlahi, bizə gözəl bir qonaq oldu, yaxşı bir insan olub, gözəl bir qonaq olub və evladı da gözəl, əxlaqlı bir evladdır, simasından, əxlaqından görünür. İlahi, bu bizə qonaq oldu, bir ömür sürdü, yaşadı. Bizim qonağımız olduğu üçün bu qonağı yaxşı qarşıla, bunun qəbr əzabından, qəbir sıxıntısından bunu amanda elə. Gecə yatır, həmən bu evladı aləm rüyada, yuxusunda öz atasını görür, deyir, oğul, Allah səndən razı olsun, məni gözəl bir şəkildə dəfn elədin və mən çox rahatam ki, bu günləri ki, məni elə bir insan cənazə namazı qıldı, elə bir insan mənə dua elədi ki, və mən burada sıxıntı, qəbr əzabı, qəbir sıxıntısı görmədim və mən bu günləri həqiqətən bu evdə qonaq oldum. Amma sabah nə olacağını bilmirəm. Ona görə biz insanlıq, bütün bəşər evladı bu dünyada hamımız qonağıq və bir gün əbədiyyətə qovuşacağıq və Allahın axirət evi hər bir insan üçün qonaqlıqdan çıxmış hesabat bir ev olacaq. Və Allah bizim hesab evimizi, hesab vaxtımızı yaxşı eləsin və bu fani dünyada bir qonaq evimizi Allah gözəl eləsin imanla və eyni zamanda bütün əxlaqi keyfiyyətlərlə dolu qərar versin inşallah.